Salam dostlar, xoş gördük. Əziz dostlar, bu haqda qısa danışacağım. Sizə bir şey deyim ki, başa düşdük, hansısa məmur və yaxud da bu şirkətin rəhbəri və yaxud da buna əmri verən hər hansısa bir kimsə şərəfsizdir, oğraşdır, mundardır, cındırdır, binamusdur. Başa düşdük. Onlara dedim sözümü. Yəni bunlar bildik, odular. Bəs bu fəhlə, bu ağır texnikanı idarə eləyən, hər halda o deyəcək ki, əmir quluyam, çörək pulundan çıxmışam, əsəbdən dilim dolaşır. Yəni, bir qram vicdanın yoxdur, sən özün kimi ki, başqa bir kasıb adamın evini artıq 20-30 man pul verəcəklər və yaxud da nə bilim, sən orada etiraz eləsəydin, yəni sənin işin odur da, sən başqa yerdə iş tapa bilərdin, işdən çıxartsaydılar belə. Yəni insan nə qədər vicdansız, murdar, şərəfsiz ola ki, fərqi yox deyə kimliyindən asılı olmayaraq. Evdə insan ola, yəni şeyi qoyduq bir kənara ya, yəni kiminsə evini icazəsiz dağıtmaq, onu qoyduq bir kənara. Evdə insanlar ola, evi dağıtmaq, onların həyatına təhlükə yaratmaq, nə qədər şərəfsizlikdir. Sən necə murdar insansan, bu əmri verənlər, sənə bu əmri verənlər, buna şərait yaradanlar və yaxud da sən özün, o ağır texnikanı idarə edən, siz necə şərəfsiz, murdar, oğraş, binamus, cındır adamlarsınız ki, belə bir hərəkətlərə yol verirsiniz. Heç kim gəlib yazmasın ki, cəmaat çörək puluna çıxır, o da əmir quludur. Pox yiyir əmir quludur. Nə qədər əmir qulu. Elə ancaq əmirəm, bir dəfə də etiraz eləyin də, deyin ki, eləmirəm bunu. Etiraz eləyin də, nə vaxta kimi qul olacaqsınız? Əmir quludur. Çörək puluna çıxıb. Gələ, çörək puluna çıxıb başqa bir insanın həyatına son verəcəkdir. Gəlin onda deyək ki, bu bariqalarda çörək puluna çıxıb da, malı satır, pul qazanır, çörək qazanır. Olur da, haqqı verənlər olur. Ki, bu neynəsin, o bədbaxtın əmir quludur da, çörək puluna çıxıb. Onda hər murdarçılıq edir, rüşvətxor məmurlar da çörək pulu üçün edirlər də bunu. Heç kimə işlə deməyək. Yenə deyirəm, ona əmir verənlər, ona şərait yaradanlar şərəfsizdir, binamusdur. Amma o niyə belə eləyir? Demək, o da binamusdur. Neysə dostlar, özünüzə yaxşı baxın, görüşərik, hələlik.